yardım və qalibiyyət. Allah vəd verib. Vəd verib ki, ey möminlər, mən sizlərə dünyada yardım edəcəyəm və sizlərə qalibiyyət verəcəyəm. Sizlərə zəfər verəcəyəm. Bu Allahın bizə vədidir. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, əgər siz Allaha kömək etsəniz, yəni Allahın dininə kömək etsəniz, o da sizə yardım edər və addımlarınızı, qədəmlərinizi möhkəmləndirər. Bu Allahın bizə vədidir, haqq vədidir. Əgər bizlər Allaha yardım edəriksə, onun dininə yardım edəriksə, onun Rasuluna yardım edəriksə, Allah Azza və Cəllə də bizə yardım edəcəkdir. Bu aləmlərin Rəbbi olan Allah Azza və Cəllənin sözüdür. Vədi haqq olan, vədi doğru olan, aləmlərin Rəbbi olan Allah Azza və Cəllənin sözüdür ki, mən də sizə yardım edəcəyim, ey möminlər, əgər mənim dinimə yardım edərsinizsə və sizin ayaqlarınızı sabit qədəm edəcəyəm, qəlbinizi sabit edəcəyəm, imanınızın üzərinə iman gətirəcəyəm